Bazara girməmişdən qabaq bir şey bilməlisən. Bazar likvidlikdən likvidliyə hərəkət edir. Əgər likvidlik olmasa, qiymət hərəkət edə bilməz. Və sənin əsas məqsədin həmən o likvidliyin sən olmamağıdır. Biz həmişə bazarda manipulyasiyalar görəcəyik. Qiymət əsl hərəkətindən əvvəl manipulyasiya edəcək. Çünki belə olmasa, hamı qazanar və bazarda likvidlik olmaz. Gəlin buna real qrafik üzərində baxaq. Hal-hazırda baxdığımız USD GPI, yəni dolların Yapon yenasına nisbətidir. Gəlin baxaq burada likvidlik necə işləyib. Hal-hazırda biz görürük ki, bizdə yuxarı bir trend gedirdi və müəyyən bir yerdən sonra bu trend qırıldı. Siz əgər trend istiqamətində əməliyyat açırsınızsa, hər order blok, hər minimum sizin təhlükəsiz zonanız olur. Yəni, əgər biz trendin başlanğıcına buradan ya buradan girəriksə, bura bizim üçün təhlükəsiz stop loss yeri olacaq. Amma vaxt gələcək ki, bu likvidliklərin hamısı yığılacaq. Bunu da hal-hazırda biz burada görürük. Bizim burada yığılan bütün likvidliklərimiz, baxın, biz buna ilk öncə nəyə görə likvidlik deyirik? Çünki bütün bu minimumların arxasında insanlar içi biz qarışıq öz stop losslarını yerləşdirir. Bunu yəqin ki, hamı bilir. Və market maker həmən bu stopları görür. Yəni, bu açıq aydındır. Bunun üçün hansısa bir alqoritməyə ehtiyac yoxdur. Qrafikə baxanda hamı eyni strategiya ilə girdiyindən hamı bəllidir ki, stop lossunu hara yerləşdirir. Və o stop losslar müəyyən zamandan sonra çox gözəl bir şəkildə qırılır və yığılır. Burada biz likvidliklə işləmişik. Qiymət buranı yığandan sonra yuxarı istiqamət göstərdi. Bizdə ardıcıl bir-birini yeniləməyən minimumlar var. Hər biri bir-birindən yuxarıdadır və bu cür bizdə kompressiyadan sonra qiymət çox möhtəşəm şəkildə bir manipulyasiya edərək bütün bu stop lossları yığdı, hətta düz bura qədər və sonra düşdüyü kimi aqressiv şəkildə qalxmağa davam elədi. Və soruşa bilərsiniz ki, bu qlobal manipulyasiya nəyə görə oldu və bu manipulyasiyadan sonra bizdə hansı hərəkət baş verdi və hansı hərəkətin öncəsi idi bu? Mən sizə hal-hazırda bunu göstərəcəm. Gördüyümüz kimi, qiymət ondan sonra öz orderlərini yerinə yetirdi və getdi hədəfə çatdı. Yəni, biz burada bütün oyunçuları çıxartdıq. Bəs bizim məqsədimiz bu məlumatı biləndən sonra bunu necə istifadə etməyimizdir. Əsas məqsəd budur, siz bura bunun üçün gəlmisiniz. Biz həmişə manipulyasiyanı gözləməliyik. Siz buradan long girməyi düşünməməlisiniz, çünki burada bizdə hal-hazırda yuxarı trend formalaşırdı bu zonaya qədər və bizdə hələ ki bu hərəkət yox idi. Siz həmişə manipulyasiyanı gözləməlisiniz. Baxın, biz stopları yığandan sonra artıq yuxarı qayıtdıq. Burada bizdə M15-də fair value gap yaranmışdı və biz əgər buradan giriş eləsəydik və ondan sonra artıq biz targetimizi yuxarılara kimi çəkə bilərdik. Çünki bizdə burada manipulyasiya oldu, stoplar yığıldı, qiymət aqressiv şəkildə geri qayıtmağa başladı. Geri qaydanda özündən sonra fair value gap, yəni FVG saxladı və həmən FVG-yə reaksiya verəndən sonra qiymət başladı yuxarı getməyə. Bu manipulyasiyalar bizdə hər zaman baş verir, hətta bizdə sessiyalar dəyişəndən dəyişənə belə. Məsələn, burada biz görə bilərik ki, bizdə burada New York'un maksimumu olub. Sonra gəlin fikir verək, bizdə nə baş verir? Deyək ki, siz buradan short düşünürsünüz. Okey, yaxşı eləyirsiniz, çox gözəl düşünürsünüz. Amma baxın, siz buradan short açsaz və əməliyyatı gecəyə qədər saxlasaz, deyək ki, stop lossu bunun üstünə qoymusunuz və aşağı short bir əməliyyat açmışsınız, tutaq ki. Baxın, bizdə nə baş verir? Bizdə gecə bazar açılır, saat 4-də Tokyo açılır, Tokyo çox qısa bir şəkildə manipulyasiya edir, bir iynə atır, bütün burada olan stopları yığır, sonra isə başlayır getməyə aşağı. Yəni, bu çox aydın şəkildə görünür. Burada hətta bizdə bir dəfədə saat 5-də manipulyasiya olub. Yəni, biz burada sadəcə stoplarla oynamışıq. Yəni, burada nə struktur pozulub, nə də struktur davam eləyib. Hal-hazırda bizim belə bir qrafikimiz var və deyək ki, siz buradan New York sessiyasından sonra deyək ki, short əməliyyat açmışsınız və getmişsiniz yatmağa. Deyək ki, belə bir əməliyyat açmışsınız, short
aşağı, okey və stop lossu da qoymusunuz düz burada. Baxın, gecə bizdə yenə də Tokyo gəlib, yəni bu manipulyasiyanı görmək üçün ekstra bir baxışa falan ehtiyac yoxdur, bu çox rahat şəkildə görünür. Bizdə sadəcə bir şamdan, baxın, bütün stoplar qırıldı, sonra bizim hərəkət baş verdi. Və istəyəcəksiniz ki, indi biz burada əməliyyata hardan girməli idik? Siz bu manipulyasiyanı gözləməlisiniz. Tokyoda bu manipulyasiya olandan sonra qiymət gəlib yenidən aşağıda bağlandısa, artıq biz əməliyyatı buradan açıb, deyək ki, bizim error biraz daha az olacaq, amma artıq stop lossu yaxın zamanda bunun arxasına atıb biz özümüz üçün təhlükəsiz stop loss seçə bilərik. Və artıq errorimizi burada olan likvidliklərə görə təmzimləyə bilərik. Məsələn, bizdə ən yaxın yer bura idi. Deyək ki, lap bura idi. Ən açıq aşkar. Və buradan biz 1-in 2-yə rahat error götürə bilərdik. Çox da çəkməyi məsləhət görmürəm, çünki bunun özü, bu şamın özü belə likvidlik yığmaq üçün idi. Sadəcə sizə nümunə üçün göstərirəm ki, bizdə sessiyalar dəyişəndə manipulyasiyanı gözləmək lazımdır. Baxın, burada biz necə likvidlik ilə işləmişik. Burada bizdə kompressiya var. Görürsünüz, bunların heç biri yığılmayıb və burada çox gözəl bir şəkildə bizdə manipulyasiya oldu. Biz bütün likvidlikləri yığdıq, sonra isə çox gözəl şəkildə hərəkətimizə davam elədik. Yəni, bu dərsdən biz nəyi başa düşməliyik? Manipulyasiyalar bazarda hər zaman olacaq. Manipulyasiyalar olmasa bazar hərəkət eləyə bilməz. Yəni, onlar stopları qırmaq üçün lazımdır. Stoplar da nədir? Stoplar pullardır. Pulları yığmaq lazımdır getməmişdən qabaq. Biz həmişə manipulyasiyanı gözləməliyik. Manipulyasiya baş verəndən sonra yalnız biz bazara girə bilərik. Yəni, bizim həmişə manipulyasiya edən şamımız çox gözəl bir stop loss qoymaq üçün yer olacaq. Çünki yaxın zamanda qiymət ora gəlməyəcək. Yəni, bunu ən azından əməliyyat açanda nəzərə almağınız çox gözəl olar. Bizdə qlobal hədəflər var, bir də var kiçik hədəflər. Məsələn, sizə hal-hazırda sessiyanın içində baş verənləri mən göstərəndə bunlar kiçik hədəflərdir. Biri də baş verir bizdə yuxarı time frame-lərdə, hansı ki, onlar bizdə qlobal hədəflərdir. Məsələn, saatlığa baxaq, bizdə eynən də saatlıqda da manipulyasiyalar olur. Baxın, hal-hazırda biz baxa bilərik ki, saat 18:00. Bu bizdə New York sessiyasıdır. Və baxın, qiymət buradan aşağı getməmişdən qabaq, bizdə saat 5-də görürsünüz, yəni bu təsadüfi deyil ki, sizə real qrafikin üzərində göstərirəm. Baxın, Tokyo sessiyası gəldi, yenilədi. Baxın, bütün bu maksimumları yenilədi, stopları yığdı. Sonra isə bizdə düppədüz saatlıqda bu boyda hərəkət baş verdi. Burada da bizdə hətta likvidlik yığıldı. Yəni, yuxarını da yığdılar, aşağını da yığdılar və çox gözəl bir şəkildə. Sonra isə bizdə hərəkət davam elədi. Sessiyalar dəyişəndə həmişə buna fikir verin. Məsələn, siz əməliyyata girəcəksinizsə, Tokyonu gözləyib Londonda girəcəksinizsə, London açılan kimi əməliyyata girmək olmaz. London açılandan sonra gözləmək lazımdır ki, bir manipulyasiya baş versin. Çünki bizdə ya minimum yenilənə bilər, ya da maksimum yenilənib sonra getdiyi tərəfə gedə bilər. Ümidvaram ki, dostlar, likvidlik sizə aydın oldu və bundan sonra artıq əməliyyata girəndə bunu nəzərə alacaqsınız. Əsas məqsəd burada sizə göstərəcəyim nədir? Məsələn, burada aşağı hərəkət edirik, deyək ki, düzdür. Aşağı hərəkət eləyəndə bizim stop losslar, baxın, düppədüz bu maksimumların üzərində olur. Likvidlikdən likvidliyə qiymət gedəndə nə nəzərdə tutulur? Biz buradakı likvidliyi yığandan sonra dostlar, artıq bizim trend çönəndən sonra, baxın, trend çöndü deyək ki, burada bizdə boss yarandı, tutaq ki, trend çöndü. Bizdə artıq siz buradan long əməliyyat açanda sizin hədəfləriniz hara olacaq? Sizin hədəfləriniz artıq bu likvidliklər olacaq. Yəni demirəm ki, bunu birbaşa bura çəkin. Halbuki çəkə də bilərsiniz, risk eləyə bilərsiniz. Amma siz ilk öncə hədəfi ən yaxın likvidliyə qoymalısınız. Deyək ki, siz əgər artıq trend çönəndən sonra long əməliyyat açmaq istəyirsinizsə, sizin ilk hədəfiniz bu likvidlik olacaq, bu maksimum olacaq. Sonraki bu olacaq, sonraki bu olacaq və belə də artıq qiymət hara kimi gedəcəksə, çünki struktur bir yerdən sonra pozulacaq artıq. Burada görürük ki, trend çönəndən sonra bizdə ümumi qlobal hərəkət longdur deyə bütün buradakı likvidliklər yığıldı hətta. Çünki biz qrafiki çəkəndə görə bilərik ki, bütün likvidliklər yığıldı burada olan dostlar. Yəni bunu nəzərə alın.
Bunu həmişə fikrinizdə saxlayın. Əməliyyatı short açanda da baxın hara kimi açmalısınız və long açanda da baxın hara kimi açmalısınız. Məsələn, qiymət buradan yuxarı gedirdi deyək ki, burada likvidlikləri var. Buradan artıq bizdə başladı aşağı getməyə və sizin hədəfiniz əgər burada short açacaqsınızsa dostlar, sizin hədəfiniz ən yaxın minimum olacaq. Baxın bura. Və stop lossunuz da təbii ki, son FVG dolduruluşunun üstündə və burada bizdə rahat 1-in 4-ə error alınır. Yəni bu qədər dostlar bu dərsdən. Ümidvaram ki, sizə hər şey aydın oldu. Çalışdım detallı şəkildə sizə izah edim. Daha detallı bizdə hər şey təlimlərdə olacaq. Ona görə də kimin nə sualı olsa Instagramda yazsın. Hər birinizə uğurlar, sağ olun.